isə 11 dekabr 2010. Uzun illərin təcrübəsi bir faktı təsdiq edir. Oğurlanan adamların əksəriyyəti əksər hallarda imkanlı ailələrə mənsub olur. Bəzi məqamlarda isə bu cinayət oğurlananın yaxın adamlarının günahı üzündən baş verir. Həmin təcrübə törədilən cinayətin birbaşa icraçılarının qohum, qonşu və yaxın tanış olduğunu sübut edir. Biz sizə Adam Oğruları Kronika 2001 sənədli filmini təqdim edirik. 2001-ci il sentyabrın 1-i Nərimanov rayon 17-ci polis bölməsinə müraciət edən vətəndaş Tarverdi Həsənov 25 yaşlı oğlunun oğurlanması haqqında məlumat verir. O, avqustun 31-i təxminən axşam saat 8-in yarısında oğlu Rızanın yaşadığı Heydər küçəsi 33, mənzil 30-dan çıxaraq naməlum istiqamətə getdiyini və geri qayıtmadığını bildirir. İtkin düşən Rıza Həsənov barədə toplanmış qısa məlumat dərhal şəhərin başqa rayon polis idarələrinə göndərilir. 1976-cı il təvəllüdlü Rıza Həsənov evdən çıxanda əynində qara rəngli köynək və şalvar olub. Onun yeri barəsində məlumatı olanlardan 67 33 36 və 67 13 80 nömrəli telefonlarla 17-ci polis bölməsinə, 66 02 02 və 67 02 02 nömrəli telefonlarla Nərimanov rayon polis idarəsinə müraciət etmələri xahiş olunur. Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində hadisənin artıq ilkin əlamətlərini nəzərə alaraq Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi qaldırılır. Sentyabrın 4-ü polis idarəsinə gələn Tarverdi Həsənov naməlum şəxsin zəng etdiyini və oğlunun azad edilməsi üçün $1 milyon tələb etdiyini söyləyir. Onun sözlərinə görə təxminən səhər saat 11:30-da telefon əlaqəsi yaradan naməlum kişi Dağıstan ləhcəsi ilə rus dilində danışaraq onun həyat yoldaşına oğlunu oğurladıqlarını deyib. O bir həftə vaxt verdiyini və əlavə zəng edəcəyini bildirib. Ətraflı dindirilən Tarverdi Həsənov dəqiq heç kimdən şübhələnmədiyini, oğlunun Murad adlı keçənlə yoldaşlıq etdiyini, lakin onun şəhərin hansı ünvanında yaşadığından xəbərsiz olduğunu deyir. Onun dediyinə görə Muradla təxminən avqustun əvvəllərindən onun içəri şəhərdə işlədiyi əntiq dükanına gəlib gedən Musa tanış edib. Tarverdi Həsənov əlavə oğlunun tanışlarından yalnız Abşeron otelində işləyən Leyla adlı qızın adını çəkir. O, Ağa Musa və Nuşu adlı şəxslərə $15 min borclu olduğunu və onların tez-tez borc dalınca gəlib getdiklərini də bildirir. Avqustun ortalarında Tarverdi Həsənovun yanına gələn Murad və Musa onlarda 30 qram osmi elementinin olduğunu və həmin elementin 1 qramını $30 min satdıqlarını söyləyiblər. Bu epizodla bağlı Tarverdi Həsənovun ifadə protokolunda bunlar deyilir. Kitablardan bu elementin radioaktiv, çox baha və yalnız dövlətdə olduğunu bildim. Maraq üçün baxmaq istədim. Səhərsi gün Murad, Musa, tanımadığım Ruslan və daha 2 nəfərlə 10-307 nömrəli Jiguli avtomaşını ilə 6-cı mikrorayonda yerləşən evə gəldik. Orada Ruslan permanganata oxşayan bir şey göstərdi. Bundan sonra pasportumu zamin qoyaraq sertifikatı götürdüm. Lakin sonra gördüm ki, sertifikatda yazılanlarla onların dedikləri düz gəlmir. Tanışlarım dedilər ki, bütün şəhər Xeroxdan çıxmış bu cür sertifikatlarla doldu. Tarverdi Həsənov eləcə də qeyd edib ki, oğlu oğurlanan günün səhərsi Murad mağazaya gəlib və satıcıdan Rızanın tapılıb-tapılmadığı ilə maraqlanıb. İstintaqın gedişində fakt üzrə Rıza Həsənovun son günlər kimlərlə telefon əlaqəsi saxladığını müəyyən etmək məqsədi ilə avqustun 1-dən ona məxsus 350-44-69 nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısının götürülməsi zəruriyyəti yaranır. Alınmış siyahı Rıza Həsənovun ailəsi tərəfindən tanınmayan 780-98-92 nömrəli telefonla vaxt aşırı danışdığını göstərir. Müəyyən olunur ki, öz növbəsində sözü gedən nömrə mütəmadi olaraq 62-32-14, 61-35-29, 94-31-53, 92-51-28, 337-34-08, 311-33-30, 773-33-75, 774-90-91 nömrəli telefonlarla əlaqədə olub.
Daxili İşlər Nazirliyi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində Rza Həsənovun atasının İçəri şəhərdə müdir olduğu əntiq mağazasına tez-tez gəlib gedən Murad adlı şəxsin baş çəkdiyi ünvanlar müəyyən edilir və video çəkilişlər aparılır. İnqilab küçəsi ev 71, Yasamal rayonu Abdullayev küçəsi 7, mənzil 19, Rəcəbli küçəsi 5, mənzil 34, Mərdanov qardaşları küçəsi ev 156. Qeyd edək ki, sadalanan bütün 4 ünvanda Çeçen vətəndaşları yaşayıb. Sentyabr ayının 5-i əntiq mağazasına gələn Qurban adlı şəxs Tarverdi Həsənovla görüşür. O, oğlunu oğurlayan şəxsləri tanıdığını və bu cinayətin Murad adlı şəxs tərəfindən törədildiyini bildirir. Naməlum şəxs Həsənov hörmət edəcəyi təqdirdə ona köməklik göstərəcəyini vəd edir. Sentyabrın 6-sı təkrar görüş zamanı onlara özünü Arif kimi təqdim edən şəxs yaxınlaşır və Tarverdi Həsənova Qurbanı onların arasında əlaqə saxlayan adam kimi qələmə verir. Arif adlı şəxs Həsənova keçənlərin onu 2 ay izlədiklərini və başçılarının adını İmran olduğunu deyir. Elə həmin gün təxminən axşam saat 23:30-da özünü Ruslan kimi təqdim edən şəxs Tarverdi Həsənova zəng edərək məbləğin 600 min dollara endirildiyini və həmin pulu təcili çatdırılmasını bildirir. Əməliyyatçılar tərəfindən müəyyən edilir ki, rabitə əlaqəsi Gürcüstan Respublikasının ərazisindən Makti GSM sistemli 91 88 31 nömrəli mobil telefonu ilə saxlanılıb. Bu faktla əlaqədar Bakı şəhər Baş Polis İdarəsindən 2 polis əməkdaşı Gürcüstana ezam olunur, lakin araşdırma müsbət nəticə vermir. ...25 yaşlı Rza Həsənovun oğurlanmasından 10 gündən çox vaxt keçsə də onun dəqiq harda saxlanılmasını heç kim bilmir. Onun Respublika hüdudlarından kənarda olması da istisna edilmir. Hadisə qeydə alındığı gündən təxminən 2 həftə sonra Binəqədi rayon 7-ci polis bölməsindən naməlum bir vətəndaşın Binəqədi kəndindəki evlərin birində saxlanılması haqqında məlumat daxil olur. 13 sentyabr 2001-ci il tarixdə bizə məlumat daxil oldu ki, Binəqədi rayon Binəqədi kəndində qəbirstanlığın yanında 31 avqust 2001-ci il tarixində Nərmanov rayonundan adam oğurlanıbdır. Həmin Binəqədi kəndində qəbirstanlığın yaxınlığında gizlənilir. Məlumatla əlaqədar tədbir hazırlandı, rayon polis idarəsinin rəisinə məruz olundu. Beləliklə, Şirvani küçəsindəki 39 sayılı ev mühasirəyə alınandan sonra əməliyyat həyata keçirilir. Evdə olan Akif və Ələmdar Məsimov qardaşları dərhal həbs olunurlar. Sorğu-suala tutulan hər iki şəxs polis işçilərini səhv etdiklərini və yanlış məlumatla gəldiklərini söyləyirlər. Məsimov qardaşları Allahın adını tez-tez dillərinə gətirərək təqidlə inandırmağa çalışırlar ki, onların heç ümumiyyətlə bu işdən xəbərləri yoxdur. Lakin evin içində və həyətdə aparılan axtarış zamanı nəzərdə tutulan məqsəd üçün əvvəlcədən hazırlanmış zirzəmidə bir cavan oğlanın girov saxlanılması məlum olur. Ona atayını tarif edenleriydi. Adlar neydi? Adlar neydi? Adlar. Ha. Yok öyle çekmek. Adlar neydi? Şu sağlık falan. Adlar neydi seçenler? Ha? Musa sonra kimiydi? Ramazan. Ramazan? Ramazan. Ruslan. Ruslan, Musa, Ramazan ha? Musa. Musa, Ruslan, Ramazan. Aydın. Sonra bu evin yaşı oradaydı? Yok. Sen bu evde kimler yaşadı buraya getirenler? Yüzleri görmemişim. Ha? Görmemişim yüzleri. Aydın. Evlerin tarihi tam olan. Evlerin. O milletleri. Olanı. Azerbaycan bilirler. Bilmirler. Atanla tanırlar onlar. Sen atanın tarihi tam burada.
Heç kimə danışmırsan? Günə neçə yemək verirlər sənə? Neçə yemək verirlər? 3 dəfə səslərdən tanımadın mı onları? Kimi? O sənin dostları. Kim gətirir? Hə. Hə, bir yer deyildir. O alçaqlarımı bilmiyorsun. Ama sen hazırlıklarını o beni tanrı var ya. Ben sesini hamı təcavüz. Danış. O benim ağlımdır bundan. Orada bizim değil. Bunlar da mənə təklif verəndə ki, yaxşı, kula gölə edərsən də, sən də kula gölə. Özdə tuğuşdu, mən də öyrəndim ki, tuğuşdur, 10 keçmişəm özdə bu gəlsində var, hamısını danışdım, öyrəndim. Ha, əli çıxdı. Nələr uzaqda harada edər var yox? Akşamlar radyasyon kalırdı burada. Özden yandırırdı yoksa sen? Yok yok özden yandırırdı. Önde söndürürdü. Yandırmıştı da söndürmemiş. Ha. Bütün günü bir havaydı. Hansı kanala koyurdu? Ha, yaxşı kaldı. Çekimde yokuşu çıktı. Deyirəm. 6 sentyabrdan gətirib sağlıqla vurur gecə. Gözü bağlayacaq. 12 gündür 4 kudur. Gündürlüyor. Əməliyyatın uğurla həyata keçdiyindən məlumatlanan Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev hadisə yerinə gəlir. Rıza. Sen su gelir. Bunlar da burada, bu taşlar yatan mağazında, bir de değişik koyuyorlar. Neçə gündür bu burada olur? Nə qədər bunun içərisi? 12 gün. Dərinliyindir. 4 tane var. Beləsi bütün bu qalır mı? Tuvaleti de var. Tuvaleti de orada. Uğraşır orada çıkarmıyor. Neçə gündür burada olacaq? 12 gündür də. Ha, günlərin sadece sənsən. Neçə gündür buradasın? 12 gün. Buyur, səsində. Radyo yanındaydı. Səs bırakırdılar. Kulaq asırdın ki, birdən qışqırırlar, ayda o birilərdir ki, həmişə ayda olurlar səs. Sən dağılırma, indi çıxacaqsın dağılır. Axtarış zamanı evdən Akif Məsumova məxsus naqan tipli tapanca və narkotik maddə hesab edilən heroin aşkar edilir. Elə həmin gün Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən Bakının İnqilab küçəsindəki evlərdən birində Murad Qaytiyev yaxalanır. Bircə hazırlanmış tədbirlər nəticəsində əvvəlcədən deyilən ünvana getdik. Həmin ünvanda həqiqətən həyata daxil olduq. Adamın ev sahibləri, yəni nətər məlumat daxil olmuşdu ki, Akif və Ələmdar qardaşları bir qrup Çeçen millətindən olan 4 nəfər şəxslə cinayət əlaqəsinə girərək vətəndaşı oğurlayıb salıb öz həyətində deməli balaca zirzəmidə 80 santim enində və 80 santim dərinliyində yer əvvəlcədən qazıb hazırlayıb orada gizlətmişlər. Bununla əlaqədar həyata baxış keçirildi. Baxış zamanı həqiqətən deyilən yerdən Rıza adlı şəxs tərəfimizdən müəyyən olundu və götürüldü. O bildirdi ki, onu 4 nəfər Çeçen milləti, onu da bir yerdə əvvəlcədən yeyib içiblər. Sonradan maşına qoyub aparıblar. Maşında apararkən onun böyrəklərini vurublar, döyüblər, başına kisə keçiriblər ki, bu səsini çıxartmasın, hara aparmağını bunun özü də bilməyibdir. Cinayətçilərdən 2 nəfər tutulubdur. Sonradan biri də Çeçen millətindən olan tutulubdur. Bu işlə əlaqədar təhqiqat davam etdirilir. Girovluqdan azad edilən və istintaqda zərər çəkmiş qismində dindirilən Rıza Həsənov avqustun 31-i günorta saat 3-də Musa adlı tanışının onun əl telefonuna zəng vurduğunu və həmişə olduğu kimi saunaya dəvət etdiyini bildirib. Yalnız yadındadır ki, təxminən yarım saatdan sonra onu darısqal bir quyuya salıblar. Təxminən 1 saatdan sonra özünü Akif kimi təqdim edən şəxs gəlib və onunla Azərbaycan dilində danışmağa başlayıb. Sonraki günlər onun yanına gələnlərdən və yeməyə gətirənlərdən biri də Ələmdar olub. Günlərin sayını itirdiyinə görə dəqiq neçə gün orada qaldığını bilməyib. Fakt üzrə tutulanlar:
Akif Məsimov 1956-cı ildə Gəncə şəhərində anadan olub. Ələmdar Məsimov 1963-cü ildə Gəncə şəhərində anadan olub. Murad Qaytiyev 1972-ci ildə Qrozny şəhərində anadan olub. Əvvəllər məhkum olunmayıb. İstintaq vaxtı dindirilən Ələmdar Məsimov mayın 30-u cəzasını çəkmək üçün Qubada yerləşən komendaturaya keçirildiyini bildirib. 2 gündən sonra rəhbərliyi ilə söhbət edərək zaminə çıxmaq üçün birinci ay 250 min, sonraki aylar isə 200 min manat ödəyəcəyinə razılaşıb. Taksi firmalarının birində işləyən Akif Məsimov may ayında avtomaşınla milliyyətcə çəkən İmran Ruslan və tanımadığı daha bir şəxsi Samur Dəvəçi kanalının yanındakı sədəqa postuna aparıb. Geri qayıdarkən İslam onların oğurlayıb gətirəcəkləri başqa millətdən olan adamları saxlamağı, yaxınlarından pul aldıqdan sonra bölüşdürməyi təklif edib. Təxminən iyul ayında Akif Məsimov İslam adlı şəxsə Binəqədidə olan evini göstərib. Çəkənlərin sifarişi ilə o, avqustun 16-sından 26-sınədək ailə üzvlərindən gizlincə quyu qazıb. İslam növbəti dəfə zəng etdikdə Akif quyunun hazır olduğunu bildirib. Elə həmin gecə gəlib quyuya nəzər yetirən İslamla Ruslan yaxın günlərdə adam gətirəcəklərini və bu iş qurtarandan sonra $40.000 pul verəcəklərini vəd ediblər. Sentyabrın 1-i təxminən gecə saat 1-2 arası İslam, Ramzan və Xamzad 10 FB 380 dövlət nömrə nişanlı Jiguli avtomaşınla Yahudi kimi təqdim etdikləri bir cavan oğlanı gətiriblər və bir neçə dəqiqədən sonra qollarını zəncirlə bağlayaraq quyuya atıblar. Günün əksər hissəsi onun başının üstündə 106 FM radio dalğalarında yayımlanan musiqi olub. Girov barədə yalnız qardaşı Ələmdar bilib. Təqdim edilmiş silahın üzərindəki zavod işarələrinə, konstruktiv əlamətlərinə və xüsusi ədəbiyyatda göstərilən texniki məlumat belə bir nəticəyə gəlinir ki, silah 7.62 çaplı Tula silah zavodunda istehsal edilmiş naqan tipli revolverdir. – 2002-ci ilin fevral ayında silahlı dəstənin ələ keçən 3 üzvünə məhkəmə heyəti hökm qərarını elan edir. Ələmdar Məsimov 14, Akif Məsimov 13, Murad Qaytiyev 11 il azadlıqdan cəzasına məhkum olunurlar.